Bereketli olsun. Çok sağ ol ay bana. Gende niye durmuşsan? Kısmetindeymiş oğul. Gel, gel çörek kes. Eyleş bala. İsti çörek, aktarma pendir. Ye, halal hoşun olsun. Götür ay bala. Niye yemirsin? Yok. Ben bu evde duz çörek kesebilmem. Ne deyir bu? İşi başlaya danışsan ha? Hele bu ocakta haram tike pişmeyip, benim çöreğim de duzum da halal duz çörek de bala. Ben gelmişim bu atı aparmağa. Eğer bu evde duz çörek kessem, aparabilmem ahi. Gözümü tutar. Ne deyir bu? Bıyı başıma xeyir ay kişi. Bu bizim rəhmətli Ali kişinin oğlu değil. Nəbidir de. Ne diyorsan kesim çöreğini? Kesay bala. Sana benim canım da, evim de, atım da, kurban da ay nebi. Ay senin qadan qalım. Bozat oldu senin. Yaxşı at, yiğidin yaraşığıdır. Yaxşı yiğid de el arkasıdır. Aloğlu Nəbi heç kəsə boşlu qalmaz. Ne düşmana, ne dosta. Allah yaman gözden saklasın. Bir vaxtlar mujiklər gələrdilər şikayətə. Qəribədir, indi şikayətçilərin hamısı beylər, hampalar, tacirlərdir. Mujiklər indi bizi sayı salmırlar zat aliləri. Nəbinin yanına gedirlər şikayətə. Cürət eyləm zat aliləri. Səlim bəy yaman lənk tərpənir. Bəlkə səhv eləmişik. İkisi də müsəlmandır. Necə deyərlər, qılınc qınını kəsməz. Bu milləti mən yaxşı tanıyıram. Müsəlman çalışar, bir-birinə badalaq versin. Müsəlmanın qənimi elə müsəlmandır. İvan Pavloviç, sən Səlim bəyə deyilin ki, amma lazım deyil. Qoy o nəbidir nədir? Bu yekəbaş bəylərin, xəsis tacirlərin burnunu yaxşıca ovuştursun ki, bilsinlər Əla Həzrət İmperatorun himayəsi altında dolanmaq nə deməkdir? Bu nədir verirsən? Anlatma da, burada heç üç arşın var. Mənə bax, yeri gel. Tanrına təpi atma. Yeri. Sen gel kişi. Ada, ay köpək oğlum. Adam özündən balacanı vurar, hə? Veli. Bəli. Niye bunlara çarı tikmemişsin? Qala, kimə demisən hamısına tikib vermişəm də. Ben niye bu uşaqlara ayak yalandı? Əşi, sən dedin ki, yetim yesilə tikək. Bunların da Allah'a şükür, o de, dədəsi, nənəsi. Görünür hamısına tikmeyi lazımdır. Deməyə nə var ki? Mən köpək oğlu o qədər gönü hardan alım? Bu ne? Yetimin yekəsi mən özüməm. Ay Nəbi, ay başına dönüm, bundan düzlük çıxmaz axı. Canım, burada üç arşın nədir, heç üç kərək də yoxdur. Her kişi bura bak. Cemaate burada da kef gelirse. Size demedim adam başı 3 arşın. Hay ağrını alım. Senin arşının benim arşınımla düz gelmir axı. Vallahi billah dünyanın çitini şilesini bunlara versen geri gözler doymaz. Ben bu malı pazara çıkarsaydım bir etek pulu kazanardın. Bunlar ne kanınlar ki, kan oğuz nedir, tirme nedir, kara nedir? Bunlarınki çittir, bezdir, bir ter ayıpları örtürsün. Aparsınlar da itafaran olsun. Ne? Diyelim yani halal hoşları olsun aparsınlar da. Ben evvelceden sizden şart kestim ki adam başı 3 arşın. Kalanı sizin özünüze kalsın. İndiki böyle oldu. Kulak asın. Anda benim arşınımdan ölçecek. Benim arşınımdan işte. Sen git diyen devenin yanında. Adam başı 3 arşın ölçü verenden sonra yerde kalanı götürüp apararsın. Geç. Hey. Şişt. Sen de. Heh, gel yorum. Bu 1. Bu 2. Bu 3. Kes. Çok sağ ol. Yakın gel. Sen Allah bir o yana dur görün. Cemaattan artık zaten. Yolun uzak değil, havada karalır. Pristalar ver.
Gömür nata ver. Ne bileyim kime ver, kime ver. Al. Çok sağ ol. Hoş geldin. Mehdi. Eyleyin o faytonu. Başla qağa, getdik. Neyinirsən ay kişi? Saxla! Saxla deyirəm sənə, saxla atları! İstəyirsiz o quldurlar soysun bizi. Cəldalın qonaqları Bunlar quldur saxlamayın. deyirlər, qaçavdılar. Hə, gözümüzə dönüm. Kaçak quldur eyni şey değil. Əlbəttə yox. Bunlar evlərindən didərgün düşmüş adamlardır. Onların davası hökumətlədir. Benim qabağımdan kaçırsan. Demədim saxla. Qadan alın Mirzə, sən o qırmızı çıxanı tanımırsan. Ona qurd kərim deyərlər, anasının əmkəni kəsən deyir. Bilmirsən benim qabağımdan kaçanarsa ağlar qalar. Ay oğlum. Neyinirsən? Ondan işin olmasın, o qonaqdır. Dayanın. Ha, Götürün. kanını içerdim senin. Mermi olmasaydı. Kes. Al. Ömrün uzun olsun, sağ ol. Gel görün. Bəs biz yazıqlarına qalsın. Aldım qoz, sattım qoz. Hoş gördük. Hoş gördük qadan alım. Kette ne var ne yok? Salamatlıdır, sağ ol. Deyip dolaşmırlar ki. Kimin nə haqqı varsa olan yerdə? Yaman gün görmeyesiniz. Sağ ol. Nə bir qağa, o da raydan da istəyirəm. Çox sağ ol. Kəs ondan. Dedi daha. Ha niye yoldan döndünüz? Kimsiz? Ağırdan gelip hara gedirsiniz? Mən general qubernatorun mirzəsiyəm. Bu xanım da həkimdir, Peterburqdan gəlib. Getmişdim onu qarşılamağa. Ha, mənə bax görün. Sən rəhmətli Nüsrət bəyin oğlu deyilsən. Vəkil idi qağa. Ha, o həmişə kasıb-küsübü arxa durardı. Gubernator onu gönderdi Sibir'e. Elle yağlı itirdi. Sen de ona kulluk gösterirsen. Hiç utanmırsan. Hay qağa, utananız var bunlarda. İndiki yazmadan belə xoşun gəlir. Gel koşul bize. Onsuz da aramızda yazı pozu bilen yoktu. He de. Gel bizden yaz, he? Koy bizden sonra gelenler bilsinler ki analar ne oğullar da o be. Yaxşı. Sağ olun. Geç. Diyesen senden adam olmayacak. İşi bitti yazının. Bəlkə bir şapalaqla canını qurtardı. Anamın gör hakkı bir dilemerem Nebi. Çok sağ ol Nebi qağa. Çok sağ ol. Naçennik. Selim Bey, tacirler gelip sizi görmek istiyorlar.
Rəddələ getsinlər, vaxtım yox. Ha, geç bu yana. Səlim bəy. Biz iş olmaz. Bizə bir əlac. Amandır bey, bize kömək elə. Ne bir soydu Ha, bunlar kalanım bak- gibi. Aşağı quldur əlindən Aşı karvan belə yoluna iş çıxa olar. bilmirik bəy. Ne Allah Bu ne ne iştik iştik be? ne divan lan. Bir Ha, bu laf əyləşin ağa görək. oldu ki. Yaxşı, indi bizi neyniyik bey? Keçin əyləşin. Aşı bir abır Dayanın soğuk olmadı. görək. Sakit olun. Ha, necə sakit olaq? Biz tacir adamıq. Qazancımız olmazsa bir addım da atmarıq. Ha? Biz yol ölçürük, maya qoyuruq. Nəbi də elə bil bizim malımıza şərikdir. Alır əlimizdən, paylayır o lütlərə. Elə də şey olar. Bu zalim oğlu bir od olub düşüb canım. Ha? Siz də bir ayağı çarıqlının əlində qalmısınız aciz. Bir nedir ay başına dönün. Dağ dere doludur bu kırılmışlarla. Harda anasından yükselen var cümle onun yanına. Allah'a and olsun bəy, bir danışın deyin də. Vallahi billahi al verilmek mümkün Selim değil. Bey bu işlerin ahiri olacak ya yok. Olacaq, olacaq. Darıxmayın. Bəy, ümidimiz sizədir. Bu nədir? Götür. Gedin. Bir əncam çəkərik. Sağ olun. Sağ ol bey. Sağ olun bəy. Sağ olun bey. Çok sağ olun bey. Göreyim yemeyeceksen de. Salamat qalın bəy. Ha? Ha. Ömrün uzun olsun bey. Sağ ol. Nə oldu onun adı? Nebi bey. Nebi. Nəbi. Yaxşı, bu da onun olsun qan bahası.